İndi münasibətlər üçün daha çox kim çalışır? Kişilər yoxsa qadınlar? Məncə qadınlar daha çox çalışır, çünki indiki dövrdə kişilər belə daha çox elə bil ki, qadınlarla yer dəyişiblər. Yəni mən belə düşünürəm. Çünki daha çox qadınlar yazır, qadınlar axtarır. Qadınlar daha çox kişilərə ilgi göstərirlər. Yəni belə düşünürəm. Siz qadın inisiativasına necə baxırsınız? Məsələn, hansısa qızın elə bir oğlandan xoşu gəlir, özü yazır ona. Mən çox görmüşəm, məncə normaldır da. Yəni əslində deyirlər ki, ilk başda ancaq oğlan eləməlidir, oğlan addım atmalıdır, amma məncə yox, yəni normaldır. Çünki qadına xoşu gəlibsə, əgər oğlan bunu bilmirsə, onu hiss elətdirə bilər. Yəni qadın ilk başda və yaxud necə deyim, tam şəkildə gedib belə deyə bilər ki, məsəl üçün mənim səndən xoşum gəlir və yaxud yaza bilər. Yəni var indi, məsələn, daha çox hətta kişilərdən çox qadınlar yazır məncə, qadınlar addım atır. Bəzi qızlar var ki, məsələn, oğlan ona yazanda başlayır, elə biraz özünü çəkir, istəmir oğlana bilindirsin ki, onun da ondan xoşu gəlib. Siz necə baxırsınız? Elə qızlar çoxdur. Məsələn, istəyirlər ki, daha çox ilgi alsınlar. Oğlanı süründürsünlər, axırda hə desinlər də. Yəni 80%-imiz beləyik bəlkə də. Yəni əslində o da normaldır, çünki qız naz eləyər də. Dağın başına qoymaqda, amma məsələ oğlanlar var ki, bir dəfə yazır, 2 dəfə yazır, üçüncüdə deyir ki, yox deyəndən sonra deyir ki, eqolusan, sağ ol da. Yəni əslində elə qızlar çox da sevmirlər. Sizcə indi münasibətdə daha çox kim çalışmalıdır? Oğlanlar yoxsa qızlar? Kommentlərdə yaza bilərsiniz.